Əziz izləyicilər, sizləri hardan, gözəl səfalı havası olan Buzovna kəndindən salamlayırıq. Bugün gözəl bir evin çəkilişinə gəlmişik. Qapıda dayanmağımız, yəni yolla ümumi üçündür. Yəni ev sahibi gözəl qarşılayıb bizi narahat olmuyor. Gəl keçək, gəl ümumi həyətlə tanış eləyək izləyicilərimizi. Ümumi həyət 2 sot yarımın içindədir. Ümumi 2 sot yarımın içində 3 otaq evimiz satışdadır. Baxın, həyətyanı sahəmizdə belə bir əldamı var. Kanalı göstər zəhmət olmasa. Evin bütün kommunal xəttləri mövcuddur. Belə bir həyətdə sanitar qovşaq yerləşir həyət üçün ayrıca. Yəni buranı çəkin göstərək. Evimizin sağ tərəfinə yan qonşu hasardan belə bir aralıda belə bir əldamı yerləşir. Evimiz yerdən 5 daş kürsülüdür. Su xəttinə qədər var, aşağı padvalına qədər var. Gəl xanağı keçək içəri, içəridə də evi göstərək. Yəni onu da vurğulayaq ki, sonda qiymət bilinəcək. Yerləşmə ərazisinə görə evimiz çox ideal qiymətdədir. Baxın, bu evimizin zalıdır. Zalda studiya mətbəx planlaşdırılıb. Sadəcə yəni ev sahibi müəyyən səbəblərdən satış qərarı verdiyinə görə remontu, təmiri saxlayıb. Bu evimizin birinci. İkinci otağımız, belə bir geniş otağımız var. Otaqlarda kombi xəttinə qədər var. Xanaq radiatorlar göstər zəhmət olmasa. Bu böyüklər üçün yataq otağı. Baxın, böyüklər üçün yataq otağıdır. Evimizdə sanitar qovşaq, hamam otağı. Kanalı göstər zəhmət olmasa. Sanitar qovşaq, yataq otağı. Bu hal-hazırda ev sahibi mətbəx kimi istifadə edir. Yəni buranı gələcəkdə alan adam uşaq otağı kimi də istifadə edə bilər. Çünki studiya mətbəx planlaşdırır, ona görə yenə də zövqümüzə uyğun. Bu da bizim üçüncü otağımız. Belə bir geniş otaq. Və sonda ətraflı bu ev haqqında məlumat verirəm. Ev yerləşir Buzovna kəndi. Əsas yoldan bir 50 metr məsafədə 2 sotun içində, 2 sot yarımın içində 3 otaq, yerdən 5 daş kürsülü. Qiymət 96.000 manat. Sənəd bələdiyyə 2005-in bələdiyyəsidir. Yəni icradadır, 2005-in bələdiyyəsidir. Qiymət 96.000 manat. Bu və başqa evlər haqqında məlumat almaq istəyirsinizsə 051 515 57 74 nömrəsi ilə əlaqə saxlayın və yaxud da səhifəmizi izləmədə saxlayın. Görüşərik, çox sağ olun.